Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala khatemen nebiyyin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Emme ba'd. Əziz və dəyərli olan qardaşlar, Esselamu aleykum və rahmetullahi və barakatuhu. Aleykümselam ve rahmetullah. Alimlər Rəbbin Allah həmd sənalar olsun. Rəbbimiz müvəffəq etdi bu gün də iftar məclisindeyi, mübarək məclisliyi, həm iftar məclisi, həmçinin də elm məclisi. Allah xeyir etsin, bizlərə olan xeyrəni daha da artırsın. Dünən olan məclisimizdə Şeyx Abdullah İbn Abdurrahim Əl-Buxari Hafizahullahın şeyximizin son 10 günlük fəziləti haqqında olan nəsiyyətindən demək olar ki, yarısını oxuduq. İnşallah bu gün də qalan hissəni inşallah oxuyacağıq. Allahdan istəyirəm ki, Allah subhanahu wa ta'ala bərəkət etsin, eşidənlər üçün xeyir etsin. Allahümme amin. Şeyx Hafizahullah buyurur ki, bu 10 gecədə, Ramazanın son 10 gecəsində əməllərdən biri də Qədr gecəsini axtarmaq və gözləməkdir. İmam Buxari və Müslimin rəvayət etdiyi səhihdə Əbu Hureyr radiyallahu anhunun Allah Rasulundan rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən sama Ramazan imanən və ihtisabən Ğufirə ləhu mə təqəddəmə min zənbihi. Kim Ramazan orucunu imanla və savabını Allahdan umaraq tutarsa, keçmiş günahları bağışlanar. وَمَنْ قَامَ لَيْلَةَ الْقَدْرِ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ. Kim də Qədr gecəsini imanla və savabını Allahdan umaraq keçirərsə, Allah onun keçmiş günahlarını bağışlayar, deyir Muhammed sallallahu aleyhi ve sellem. Həmçinin uca Rəbbimiz buyurur ki, Əuzu billahi mineşşeytanirracim, Fīhā yufraqu kullu əmrin həkim. Əmran min indinə innə kunnə mursilin. Hər bir hikmətli iş o gecə ayırt edilir. Qədr gecəsində ayırt edilir. Tərəfimizdən vəhy edilən əmr ilə həqiqətən biz elçiləri göndəririk, deyir uca Rəbbimiz. Qədr gecəsində olur bunlar. Şeyx Hafizahullah davam edir. Bu mübarək gecədə uca Allah il boyu olacaq məxluqatın təqdirini, qədərini təqdir edir. Həmçinin ildə kimlərin yaşayacağını və öləcəyini, kimlərin nicat tapacağını və həlak olacağını, kimlərin xoşbəxt, kimlərin bədbəxt, kimlərin izzətli və kimlərin zəlil olacağını, yəni Allahın gələcək il üçün iradə etdiyi hər şeyi uca Allah bu gecədə, Qədr gecəsində yazır. Bu mübarək bir gecədir. Uca Allah buyurur ki, Duxan surəsi 3-cü ayədə İnna ənzəlnahu fi leylətən mübarəkə. İnna ənzəlnahu fi leylətən mübarəkə. Şübhəsiz ki, biz Quranı mübarək bir gecədə nazil etdik, yəni Qədr gecəsində. Şeyx Hafizahullah Qədr gecəsinin fəzilətindən və əzəmətindən danışır. Buyurur ki, bu gecədə edilən ibadət içində Qədr gecəsi olmayan 1000 ayda edilən ibadətdən daha üstündür. Bu gecədə edilən ibadət Qədr gecəsi olmayan 1000 aydan daha üstündür. Necə ki, uca Rəbbimiz buyurur ki, Leylətul qadri xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Qədr gecəsi 1000 aydan xeyirlidir. Şeyx buyurur ki, 1000 ayda 83 il 4 aya bərabərdir. 83 il 4 aydan xeyirlidir Qədr gecəsi. O gecə Cəbrail və mələklər xeyir və bərəkət ilə inənlər. Necə ki, dəlil olaraq Qədr surəsi 4-cü ayədə Rəbbimiz buyurur ki, Tənəzzəlul mələikətü və ruhu fīhə biizni rabbihim min kulli əmr. O gecə mələklər və ruh Cəbrail aleyhisselam Rəbbinin izni ilə hər bir iş üçün inənlər. Şeyx davam edir. Qədr gecəsi söyləyir ki, sübh açılana qədər salamatlıq içində olar. Necə ki, uca Allah Qədr surəsi 5-ci ayədə buyurur ki, Selamun hiyə həttə matlə'il fəcr. O gecə sübh açılana qədər əminamanlıqdır. Sübh açılana qədər yəni əminamanlıq olar. Şeyx Hafizahullah davam edir nəsiyyətinə. Söyləyir ki, bu şər və əziyyətdən xali olan, uzaq olan bir gecədir Qədr gecəsi. O gecə itaətlər, xeyir əməllər və yaxşılıqlar
çoxaldılar, çoxalar. Allahın əzabından salamatlıq artar. O gecə sübh açılana qədər tam əminamanlıq olar. Peyğəmbərin sallallahu aleyhi və səlləmin Ramazanın bu son 10 günündə etiqaf etməsi, əməllərində ciddi olması, səy göstərməsi, yalnız uca Allahın razılığını qazanmaq, ibadət üçün vaxt ayırmaq və bu günlərdə Qədir gecəsini axtarmaq üçündür, deyir şeyx. Və həmçinin bilirik ki, Qədir gecəsi Allah subhanahu wa ta'ala bizlərdən gizli saxlayıb. Bilinmir ki, hansı gecədədir, məlum deyil günü tam dəqiq olaraq. Bu barədə uca Allah bu gecənin şeyx buyurur ki, dəqiq vaxtını öz bəndələrindən gizlətmişdir ki, onlar bu günlərdə daha çox çalışsınlar Allaha. Baxın, hikmətindəndir. Allah gizlədib ki, qulları daha çox çalışsın. İbadətləri və Allaha yalvarmaqlarını çoxasınlar. Bu gecəni tapmaq üçün göstərilən həvəs, səy və davamlılıq ona nail olmasının arzusudur. Arzusunda olmağın dəlilidir, deyir Şeyx Hafizəhullah. Həmçinin Şeyx davam edir ki, bu mübarək gecə, Qədir gecəsi Ramazanın son 10 günündə axtarılır. Buxarinin rəvayət etdiyi səhih hədisdə Abdullah ibn Abbas radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə söylədiyini rəvayət edir. Allah Resulü buyurur ki, Qədir gecəsini Ramazanın son 10 günündə axtarın. Ayın bitməsinə 9 gün, 9 gecə qalmış, 7 gecə qalmış, 5 gecə qalmış axtarın, deyir Allah Resulü. Və həmçinin qardaşlar şeyx buyurur ki, toxunur məsələyə ki, Qədir gecəsi xüsusilə də tək gecələrdədir. Və Şeyx Hafizəhullah buyurur ki, bu gecə son 10 günün tək gecələrində axtarılır. Çünki bu cüt gecələrdən daha çox ehtimal olunan bir gecələrdir, tək gecələr. Yəni, daha çox ehtimal olunan odur ki, Qədir gecəsi tək gecələrə ehtimal olunur. Həmçinin Buxari və Müslimin rəvayət etdiyi, Allah onlardan razı olsun, möminlərin anası Ayşə radiyallahu anhu buyurmuşdur ki, Təhərru leylətəl qadri fil vitir minəl aşril əvahir min Ramazan. Qədir gecəsini Ramazanın son 10 gününün tək gecələrində axtarın, deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur. Həmçinin Buxari və Müslimin rəvayət etdiyi səhih hədisdə Abdullah ibn Ömərdən rəvayət olunur ki, Ra'a racul enne leylətəl qadr leylətən 27. Fəqalən Nəbi sallallahu aleyhi ve sellem Ərə rü'yəkum fil aşril əvahir fətlubuhə fil vitri minhə. İbn Ömər radiyallahu anh rəvayət edir ki, bir nəfər yuxuda Qədir gecəsinin 27-ci gecə olduğunu görür. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, yuxunuzun son 10 gündə üst-üstə düşdüyünü görürəm, yəni. Sahabələr görürlər yuxuda. Deyir ki, Allah Rasulü son 10 günlükdə üst-üstə düşdüyünü görürəm, odur ki, onu həmin günlərin tək gecələrində axtarın. Səhih hədisdə. Şeyx Abdullah Buxari Hafizəhullah buyurur ki, bu rəy tək gecələrdə axtarmaq cumhurun məzhəbidir. Allah onlara rəhmət etsin. Həmçinin Alləmə Ən-Nəvəvi rahimehullah Rovda əsərində buyurur ki, bizim məzhəbimiz və alimlərin, cumhurun məzhəbi budur ki, Ramazanın son 10 günündədir Qədir gecəsi. Və tək gecələrdə olması daha çox ümid edilir. İmam Nəvəvi rahimehullah gətirir. Həmçinin şeyx toxunur faydalardan Qədir gecəsinin vaxtının dəyişməsi. Şeyx söyləyir ki, Qədir gecəsi bütün illərdə müəyyən bir gecəyə xas deyil. Yəni, heç də hər il müəyyən bir gecəyə xas deyil. Əksinə, Ramazanın son 10 gecəsi arasında yerin dəyişir. Bu, Abu Hanifə, İmam Malik, İmam Əhməd kimi imamların və həmsinin İbn Abdülbər, İmam Nəvəvi və İbn Həcər və başqa digər alimlərin rəyləridir, Şeyx Abdullah Buxari. Yəni, cumhurun həmsinin rəyidir ki, o ancaq hər il bir gecəyə məxsus deyil Qədir gecəsi. Ehtimal olunan gecələrdə dəyişə bilər. Yəni, bir il 21-də olub, növbəti ili 25-də və yaxud 27-də ola bilər. Həmçinin Şeyx Abdullah Buxari, İmam İbn Abdülbər rahimehullahın
bu barədə sözün gətirir ki, burada onun yerinin dəyişdiyinə və hər Ramazan ayında müəyyən bir gecədə sabit qalmadığına dəlil var. Qədir gecəsi bəzən 21-ci, bəzən 25-ci, bəzən 27-ci, bəzən isə 29-cu gecə ola bilər. İbn Abdülbər rahimallah buyurur. Və həmçinin Hafiz İbn Həcər rahimallah sözünü gətirir ki, yerin dəyişməsi Qədir gecəsi rəylərin ən racih, güclü olanıdır. Son 10 günün tək gecələrindədir və hədislərdən başa düşüldüyü də budur ki, Qədir gecəsi yerin dəyişir. İbn Həcər rahimallah həmçinin söyləyir. Burada İbn Həcər rahimallahın sözü bitmişdir. Şeyx davam edir, hafizahullah, söylər ki, ey möminlər, Qədir gecəsi mövcuddur, qaldırılmayıb və qiyamət gününə qədər də baqi olacaqdır, qalacaqdır. Və şeyx həmin gecənin əlamətlərindən xatırladır. Nədir bu əlamətlər? Qədir gecəsinə təsadüf edən. Şeyx hafizahullah buyurur ki, bu gecənin özünə məxsus əlamətləri vardır. O əlamətlərdən biri də odur ki, o gecənin səhəri günəş şüasız, saf bir şəkildə doğar. Necə ki, İmam Müslim rahimehullah bu hədisi rəvayət edir. Hədisdə Allah Rasulü xəbər verir ki, Rasulullah sallallahu aleyhi və səlləm bizə xəbər verdi ki, o gün günəş şüasız doğacaqdır. Eyni hədisi İmam Müslim rahimehullah başqa ləfzlə rəvayət edir. Söyləyir ki, Allah Rasulü Qədir gecəsinin əlaməti günün sabahı günəş ağ və şüasız şəkildə doğar. Və həmçinin şeyx tövsiyə olunan əməlləri, duaları zikr edir, hafizahullah. Söyləyir ki, ey möminlər, bu gecədəki əməl və itaətlərdən şəriətdə tövsiyə olunan odur ki, bəndə duasını çoxaltmalıdır. Və bu gecədə çoxlu dua etməklə uca Allaha yaxınlaşmalıdır. Necə ki, İmam Sufyan Əs-Savri rahimehullah söyləmişdir ki, Əd-duau fi tilkəl-leylə əhəbbu iləyyə minəs-salə. O gecədə dua etmək mənim üçün namaz qılmaqdan daha sevimlidir. Sonra İmam Sufyan rahimehullah sözünə davam edir. Söyləyir ki, وَإِذَا كَانَ يَقْرَوْ وَهُوَ يَدْعُو وَيَرْغَبُ إِلَى اللّٰهِ فِي الدُّعَاءِ وَالْمَسْأَلَةِ لَعَلَّهُ يُوَفَّقُ. Əgər, Sufyan Əs-Savri rahimehullah buyurur ki, əgər həmən kəs o gecədə Quran oxuyar, həm dua edər, həm də Rəbbinə yalvararaq Allahdan istəyərsə, Qədir gecəsinə müvəffəq olmuş olar. İbn Rəcəb rahimehullah Sufyan Əs-Savri rahimehullahın bu sözün şərh edərək görün nə deyir. Söyləyir ki, Sufyan Əs-Savri rahimehullahın bu sözdə olan məqsədi mənim üçün namazdan daha xeyirlidir dua etmək. Odur ki, bu gecədə çoxlu dua etmək, içində çox dua olmayan namazdan üstündür. O namaz ki, onun içində çoxlu dua yoxdur. Lakin həm Quran oxuyub, həm də dua edərsə, bu daha gözəl olandır. Peyğəmbər sallallahu aleyhi ve sellem Ramazan gecələrində təhəccüd namazı qılar və Quranı tələsmədən aramla tərtillə oxuyardı. O içində, oxuduğu ayələrin içində əgər Allahdan rəhmət ayələri keçərdisə, Allah Rasulü Allahdan rəhmət diləyərdi, rəhmət ayəsini oxuyandan sonra. Yox, əgər əzab ayələrindən hər hansısa bir ayəni Allah Rasulü oxuyardısa, o zaman əzabdan Allaha sığınardı. Baxın, bu Resulullah sallallahu aleyhi ve sellem sünnəsindəndir. Beləliklə, Allah Rasulü namazı, qiraəti, duanı çoxaldardı və İbn Rəcəb rahimehullah gətirir ki, yəni namazı, qiraəti, duanı və təfəkkürü Allah Rasulü cəmləyərdi bir arada, o gecədə. İstər son 10 günün gecələrində olsun, istərsə də digər vaxtlarda ən fəzilətli, ən kamil olan da budur. Burada İbn Rəcəb rahimehullahın sözü bitmişdir. Şeyx həmçinin gətirir ki, Əş-Şəbi rahimehullah Qədir gecəsi haqqında demişdir. Qədir gecəsi ləyəluhə kənəhərihə. Gecəsi də gündüzü kimidir. Yəni, yalnız gecəsini ibadətlə keçirib, gündüzünə laqiyyət yanaşmaq olmaz. Həmçinin İmam Şafi rahimehullah bu barədə söyləyir ki,
mənə görə müstəhəb olan odur ki, insanın o günün gündüzündəki çalışması gecələrindəki səyi kimi olsun. Yəni, müsəlmana yaraşan budur ki, yəni, gecələr necə ki çalışır, gündüzlər də xali olmasın bu faydalardan, məhrum olmasın. Qəflət içində olmasın gündüzlərində də. İbn Rəcəb Rahimallahın həmçinin sözünü gətirir Şeyx Abdullah Buxari. İbn Rəcəb Rahimallah söyləyir ki, Ramazanın son 10 gününün bütün vaxtlarında həm gecə, həm də gündüz ibadətlə səy göstərmək bu müstəhəb olan bir əməldir. Və bundan sonra Şeyx Abdullah Buxari Hafizahullah Qədr gecəsinin xüsusi bir dua varmı ona toxunur. Söyləyir ki, şeyximiz, məxluqatın seyyidi və onların imamı olan Peyğəmbərin sallallahu aleyhi və səlləmin, möminlərin anası Əbu Bəkr Əs-Siddiqin qızı, doğru danışan anamız Ayşə radiyallahu anhə, hansı ki ona Allah Rasulü dua öyrətmişdi. Ən fəzilətli duanı öyrətmişdi Allah Rasuluna. Şeyx deyir. Ayşə anamız radiyallahu anhə Peyğəmbərimizdən soruşur ki, Ya Rasulallah, ey Allahın Rəsulü, Əraytə in alimtə əyyü leylətin leylətil qadri mə əqul fiyhə. Əgər Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, nə deyim, nə söyləyim, ey Allahın Rəsulü? Görün, anamız nə soruşur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, de ki, Allahümmə innəkə afuvvun tuhibbul afvə fə'fu anni. Allahım, sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla. Allah Rasulü deyir ki, ey Ayşə, bu cür deyilən. Biz də bu cür deməliyik. Və həmçinin şeyx toxunur ki, bağışlanma istəməyin bu gecədə hikməti nədir? Bu barədə İbn Rəcəb Rahiməhullahın Əl-Lataif əsərində keçən şeyxin sözünü nəql edir. İbn Rəcəb buyurur ki, Qədr gecəsində və son 10 gecədə əməllərdə səy göstərdikdən sonra xüsusilə də bağışlanma istəməyin əmr edilməsində səbəb odur ki, ariflər əməllərdə var gücləri ilə çalışarlar. Ancaq yenə də özlərini bu qədər çalışmanın döşündə salih əməl işləyən görməzlər. Yəni, öz əməllərinin kifayət qədər olduğunu bilməzlər. Buna görə də günahkar və qüsurlu bir şəxs halı kimi yenidən deyir, Rəbbindən əfv istəyərlər, bağışlanma istəyərlər. Bu barədə Yahya ibn Muaz Rahiməhullahın sözünü gətirir. Buyurur ki, leysə bi arif mən ləm yəkun qayətə əməlihi minallahin əff. Allahdan qayəsi, ümidi, əfv olunmaq, bağışlanmaq olmayan kəs arif deyildir. Yəni, bu gecədə bizim qayəmiz, məqsədimiz Allahdan bağışlanma istəmək olmalıdır. Şeyx Abdullah Buxari buyurur ki, məhz və buna görə də salih sələflərimiz əməli tamamlamağa, kamil və qüsursuz şəkildə yerinə yetirməyə çalışardılar. Onu tam və kamil şəkildə yerinə yetirdikdən sonra qəbul olunması üçün salih sələflərimiz narahat olar və Allahın onların əməlini rədd etməsindən qorxardılar. Uca Allah onlar haqqında buyurur ki, Mü'minin surəsi 62-ci ayədə وَالَّذ۪ينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةً Ennəhum ilə Rabbihim raciun. Allah Subhanahu onlar haqqında buyurur ki, o kəslər Rəbbinin huzuruna qayıdacaqları üçün qəbləri tir-tir qorxar, titriyər, qorxu içində olarlar. Hansı ki, onlar qorxurlar Rəbbinin huzuruna qayıdacaqlarından. Bu barədə Məlik ibn Dinar Rahiməllahın sözün gətirir şeyx. Buyurur ki, Əl-xavfu aləl-əməl Əllə yutaqabbəl əşəddu minəl əməl. Əməlin qəbul olunmayacağı qorxusu əməlin özündən daha şiddətlidir, daha çətindir. Baxın, sələflərimiz nə söyləyərdi. Həmçinin Abdüləziz ibn Əbu Ravvad Rahiməllahın sözünü gətirir. O da salih sələflərin halından xəbər verib deyir ki, onlar yectəhidunə fil əməl-salih. Fəizə fəaluhu
vaqa aleyhil həmd ətuqubbilə minhum əmlə. Salih əməl etmək üçün onlar çalışardılar. Onu etdikdən sonra görəsən Allah qəbul edibmi, yoxsa yox deyə onlar sıxıntı içində olardılar, dərdə düşərdilər, qəmə düşərdilər ki, görəsən Allah qəbul etdi, yoxsa yox. Onların halı bu cür idi, qardaşlar. Biz salih əməl edəcəyik, lakin Allahdan ümid edəcəyik, qorxacaq ki, görəsən Allah bizdən qəbul etdi bu əməli. Görəsən Allahın istədiyi kimi etmişəm mən bu əməli. İxlasla etmişəm, livəchillə onun üzü xatirinə etmişəm, yoxsa yox. Görəsən mənim etdiyim əməl Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsinə muvafiq oldu, yoxsa bidət oldu. Bu cür narahat olmalıyıq. Və həmçinin şeyx gətirir faydalardan son 10 gecəyə aid vaxtın qədrini bilmək. Hafizəhullah buyurur ki, ey möminlər, üzərimizə düşən əməllərdən biri də vaxta həris olmaqdır, vaxtın qədrini bilməkdir. Ümumən ömründə, xüsusən də bu əzəmətli və mübarək gecələrdə vaxtı boş keçirməkdən çəkinginəm. Səni bundan vaxtı boş keçirməkdən şiddətli çəkindirirəm deyişir. Fikir verdiyin nə qədər sevdiyimiz, yaxınımız və ya tanıdığımız insanlar var ki, artıq itirmişik. Bizimlə yoxdular bu Ramazanda. Xatırlayın o kəsləri. Allah rəhm eləsin, bağışlasın onları. Yoxdur, bu Ramazan bizimlə bərabər deyil. Odur ki, özündən arxayın olma günah. Ömründən arxayın olma. Hər bir saatını və anını qiymətli bir qədrini bil günah. Çünki fürsət tez əldən çıxır və çətin qaydar. Bilmirsən Allah sənə yenə Ramazan yetirəcək, yoxsa yox. Uca Allah buyurur ki, Nəhl surəsi 12-ci ayədə وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ. Allah gecəni, gündüzü, günəşi, ayı sizə ram etdi. وَالنُّجُومُ مُسَخَّرَاتٌ بِأَمْرِ. Ulduzlar da Allahın əmrinə boyun əymişdir. Həmçinin Allah Subhanahu wa Ta'ala Furqan 62-də buyurur ki وَهُوَ الَّذِي جَعَلَ اللَّيْلَ وَالنَّهَارَ خِلْفَةً لِمَنْ أَرَادَ أَنْ يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًا. Öğüt, nəsihət almaq üçün şükür etmək istəyənlər gecə ilə gündüzü bir-birinin ardınca deyir, gətirən odur. Allah kim ki onlar öğüt, nəsihət almaq istəyir, şükür etmək istəyir. Şeyx Abdullah Buxari buyurur ki, yəni gecə və gündüz bir-birini əvəz edir. Kim onlardan birində bir əməli itirərsə, əldən verərsə, məhrum olarsa xeyir əməldən, digərində onu bərpa etməyə çalışsın. Bu barədə İbn Kəsir rahimehullah təfsirində buyurur ki, kim gecə, o mübarək gecələrdə nəsə bir şeyi əldən verərsə, itirərsə, gündüz deyir onu düzəldər. Və ya gündüz o xeyir əməli yerinə yetirməzsə, itirərsə, məhrum olarsa ondan gecə düzəltmiş olar. Necə ki, Uca Allah buyurmuşdu ki, öğüt nəsihət almaq və ya şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Allahdır. Şeyx Abdullah Buxari buyurur ki, bəs sən nəyə baxırsan? Nəyi gözləyirsən? Əgər sən bu mübarək zamanda, vaxtda, bu mübarək ayda vaxtını itirdinsə, daha nə gözləyirsən yəni? İbn Rəcəb rahimehullah Ləta'iful Ma'arif əsərində gətirir ki, Ramazanın xeyrini əldən verən, yəni Ramazanın xeyrini itirən şəxs nələr itirmişdir? Bu ayda məhrum olan şəxs, məhrumiyyətə uğrayan kəs nə qədər şeylər var ki, əldən vermişdir xeyirlər. Məhrum olmuşdur. Bu ayda nəsibi qəbul olan, bağışlanma olan kəslə onun nəsibi zərər və hüsran olan kəs arasında nə qədər böyük fərq vardır. İbn Rəcəb rahimehullah davam edir sözünə, söyləyir ki, nə qədər gecə namaza, qiyam-ül leylə duranlar var ki, namazlarının nəsibi yalnız yuxusuzluqdur. Və neçə-neçə oruç tutanlar oldu ki,
orucundan nəsibi yalnız azlıq və susuzluqdur. Ona görə biz Allahdan əməllərimizin qəbul olmasını istəməliyik. Dua eləməliyik ki, ya Rabbi bizdən qiyamlarımızı, oruclarımızı qəbul elə. Sən qəbul etməsən bizə ancaq azlıq, susuzluq, yorğunluq qalacaq o ibadətlərdən, namazlardan. Allahım sən qəbul edənsən, bizdən qəbul elə. Şeyx buyurur ki, sonda Allah səni hidayətə və öz itayətinə müvəffəq etsin. Bil ki, bu mübarək ay rəhmət, məğfirət, Allahdan bağışlanma və cəhənnəm odundan azad olma ayıdır bu ay. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurur. Allah Rasulü buyurur ki, Ramazan ayının ilk gecəsi olduqda şeytanlar və azğın cinlər zəncirlənənlər. Allah onları zəncirləyər. Cəhənnəmin qapıları bağlanar və oradan heç bir qapı açılmaz. Cənnətin qapıları açılar və cənnətdən heç bir qapı bağlanmaz Ramazan ayında. Bir carçı belə səslənər. Ey xeyir istəyən, xeyrə yönəl, irəli gəlginə. Ey şər istəyən, günahlardan geri çəkil, əl çəkginə. Allahın cəhənnəm odundan azad etdiyi kəslər vardır bu günlərdə. Və bu, Allah Rasulü buyurur ki, hər gecə belə baş verər. Hər gecə Allah cəhənnəmdən azad edir. Bəli, bu hər gecə olar deyir Şeyx Abdullah Buxari. Buna görə də mübarək ayda cəhənnəmdən azad olunanlardan olmağı ümid edən kəsə, onu oddan qurtulmağa aparan səbəblərdən həmin o səbəbləri əməl etməsi yaraşar. O səbəblər ki, onu oddan qurtaracaq. O səbəblərdən yapışmalıdır. Şeyx buyurur ki, bu səbəblər Allahın asanlaşdırdığı kəslər üçün asandır. Həmçinin İmam İbn Rəcəb Rahiməhullah davam edir sözünə, buyurur ki, əgər günahkarlar, bu günlərdə günah edən kəslər səhər vaxtlarında boynu bükük halda, peşman olduqları halda ayağa qalxsalar və üzrxahlarını göstərsələr, desələr ki, və Allahın bu ayəsini gətirir. Yusuf surəsi 88-ci ayəni. Yəni, sanki bu ayədə Yusuf aleyhissaləmə deyilən kimi desələr. Yə əyyuhəl aziz, məssənə və əhlənə dur, və ci'nə bibida'ətin muzcə, fəavfi lənəl keyl, və təsəddəq aleynə. Onlar Yusuf aleyhissaləmin yanına gəlib, dedilər ki, ey aziz, ey hökümdar, bizə və ailəmizə müsibət üz verib. Biraz dəyərsiz mal gətirmişik, bizə bunların tam əvəzini verginə. Yəni, məndən biraz əməl olub, ey Rəbbim, günahkar səslənər, deyə ki, biraz əməl eləmişəm, mənə amma tam əvəzini verginə bu gecələrdən. Yəni, onlar üzrxahlıqlarını Allaha ərz etsəydilər, Rəbləri də onlara belə cavab verərdi. İbn Rəcəb Rahiməhullah Yusuf 92-ni gətirir. Baxın, Allah Subhanahu buyurur ki, qalələr təsribə aleykumul yevm. Yəğfirullahu ləkum və huvə ərhəmur rahimin. Allah Subhanahu ayədə keçir ki, Yusuf dedi ki, onlara bugün sizə heç bir qınaq olmayacaq, məzəmmət yoxdur. Allah sizi bağışlasın. Çünki Allah rəhm edənlərin ən rəhəmlisidir. Yəni, ey günahkar olan kəs, bu xeyirlərdən, faydalardan məhrum olan kəs, gecəni qalxa bilməyən, Rəbbinə boyun əyməyən kəs, məhrum olan kəs, Rəbbindən ümidi üzməginə. Dua elə Rəbbinə ki, ey Rəbbim, az bir əməllə gəldim sənə. Sən bu əməlimi artıq olanlardan yazgınan, çoxdan yazgınan. Üzmə ümidini Rəbbindən. Yerdə qalan qısa günlərə də, az günlərdən də möhkəm yapış. Bilginən ki, Allah rəhmlilərin ən rəhmlisidir. Və sonda Şeyx Hafizahullahın duasını çatdırırıq. Şeyx buyurur ki, əzəmətli Allahdan öz lütfü, kərəmi, səxavəti və ehsanı ilə bizə, sizə və bütün müsəlmanlara əmin-amanlıq bəxş etməsini, bizi cəhənnəm odundan azad etməsini və salih əməllərimizi qəbul etməsini istəyirik Allahdan. Allahım, bizdən qəbul etkin. Həqiqətən sən çox bağışlayan və səxavətlisən, ey Rəbbimiz. Əqulu mə təsməun və estəğfirullah li və ləkum və lisəil muslimin min kulli zəm və estəğfiruhu innəhu huvəl ğafurur rahim.